Bilinməyərinə tarixində yaşın, tarixlərin şahidisən. Şəriyat Sovetinin Quysu kəndində abi olmuşam 1937-ci ildə. Tarixən Quysu kəndi böyük tarixi qədim bir əhali cəhətdə biraz az olub əhalisi Quysunun. Mesela başka kərtdə, amma tarixi bütün kərtlərdən qədimdir. Nizami şeydə bir iki zeyinlilər yatan olurlar. Axırda saxsız satan olurlar. Çoxsa hər şeyi durub dərindən xırdalamaq, onun dəstuna getmək mənası. Yazmışam, açmışam qalın, açmışam qalın özüm kimi. Bunu uşaqlar gözlərim, arzum budur, böyüyəsən, zamaniyə xeyir verib, tarixlərdə güləsən. Əsən, belə arzuları çoxlar edib sənin tək. Yalvarıram hüzurunda, hirslənməsən ey fələk. Müsahibimiz bizim Səlyan rayonunun Quysu kəndinin ağsaqqalı Əsəd dayımızdır. Bilinməyərinə tarixində yaşın, tarixlərin şahidisən Səlyanım. Ər oğullar çox olub qoynunda. Sən onların şahidisən Səlyanım. Şehirlərin, ağaların çox. Qəbristanda səcdəgahlar çox. Bu varlığa əks çıxan yoxdur. Ona görə hörmətlisən Səlyanım. Mirbağır ağanın elmi savadı, idraka sığmayan ağlı, kamalı. Hamı təşkil edir bu böyük adı. Ona görə hörmətlisən Səlyanım. Aşıq Pənah, Aşıq Bəylər Qurbanxan şeir yazıb, mahnı demiş hər zaman. Neçə oğullarım var balam, onlar səndən ilham alır Səlyanım. Mən dedim ki, bu ev mənim vətənim, ona görə nə qüsyan var, nə qəmim. Adı çekiləndə çox fərəhləndim. Sənin ilə fəxr edirəm Səlyanım. Əlvəl Şenzadə Ərəbşət qulu, tarixdən yazılar mənalı dolu. Arif Məli yolda, simfoniya yolu dünyaya tanıtır səni Səlyanım. Əsən çox həvəslə yazdı bu şeiri. Həqiqət yazmağın yeri. Açıq vəsf elədin bildiklərini. Tərifə layiqsən bizi Səlyanım. Tərifə layiqsən bizi Səlyanım. Cəmatı rahatlamaq ki, yaxşı kərə gələn cəmat ki, imkanı olmayan adamlara kömək edən cəmat ki. Qızlar Sovetinin Quysu kəndində abi olmuşam 1937-ci ildə. 37 şehirlərində. Onda səs baxları. Sonra biraz yaşlaşmışam 1943-cü ildə mən Quysu kəndinin İstihar məktəbində qəbul olub oxumuşam 1-ci sinifdə. Bu 3 sinifdə oxuyandan sonra burada onda 4-cülük edir. Bura qusarıb gelmişəm Qızlar Orta Məktəbinə. Orada Avuşov Mecdağa müəllim var idi, rəhmətli. Məktəb direktörü o idi onda. Biz onda oxuyurduq. Orada Balaş müəllim var idi, Allah rəhmət eləsin. Qızlar idi, yerlərəm idi. Bizə coğrafiyadan bilirdi. Bizə Ərsəflər müəllim var idi, Allah rəhmət eləsin. Ədəbiyyatçı idi, ədəbiyyatdan bizə dərs gəldi. Orada çox müəllim, Noğul müəllim var idi, Allah rəhmət eləsin. Özü Səlyanlı idi, ancaq Xanoğlan müəllimə evlənmişdi ona. Orada Bəylül kəndində yaşayırdı. Bunlar hamısı bizim müəllimlər olur, yaxşı müəllimlər olur, savadlı müəllimlər. Tarixən Quysu kəndi böyük, tarixi qədim bir əhali cəhətdə biraz az olub əhalisi Quysunun. Mesela başka kərtdə, amma tarixi bütün kərtlərdən qədimdir. O vaxtlar bizim dədə babalarımız burada gedib çala olub. Bu bizim Balaköyün dalında Dönən Muğanın döşündə akçalar verildi. O da öz mənbəyini Aksaçıdan götürdü, Sabıravad tərəfə. Oradan gəlirdi. Kuşluqda su gəlib çalıya dolardı. Orada quşçuluq, balıqçılıq inkişaf edərdi. Bunlar mən uşaq edim, yadıma yaxşı gəlir. Baxsan özü 48-ci il və 47-ci il və Quysuda qalxış edir. Quysu həqiqətən qədim kənddir. Qədim kənddir, tarixi çox qədimdir. Araşdırma aparmışam, Quysu kənd haqqında. Quysu kəndinin tarixi çox qədimdir. Çox böyük nəsillər. Çünki bu kənddən gedən insanların çoxu da İslam səqəsi deyir.
orada yaşayan. Şu durum mən sayıram o müharibə illərinə 41-dən bəri yadıma gəlir. 42-də onda mən uşaq idim. O gəlir və 42 buradan alır. Asam anam yaşlı idi. Onu yoluna onları qoyub getmədi. Mən içərim götürmədim. Mənim qoca anam, atam burada qalsın. Qardaşım da İslamşıda yaşayırdı. Böyük məndən 10 yaş. Gənclərimizə ən böyük tövsiyə, məsləhəti nə olardı? Biz yaşlı nəsillərin məsləhəti biz üçün həqiqətən də indiki uşaqlara görürəm. Dirəklər, göz açırdılar. Amma işi zehinlidirlər, tələsirlər. Amma eşqa var da, eşqanı gərək saxlasınlar. Böyük kiçik yolun bilməlidirlər. Tələskənliyi var gənclərin. Tələskənliyi var. Səbirsizlik var. Səbirsizlik və eşqa, yəni eşqa çıxsa. Amma aşalar bilir ki, bu alverdə tərəccünün ağır başını cəmat sürürdə. Elədir, yüngül olanda orada göl vermə olur, məsələn, kəsirlər sənin haqqından gəlir. Ağır olur da. Zoru bildirsiniz, ağır olsun, başman gəlmir, söhbətlər var, kesmişsiniz. Çox, o Nizaminin bir şeiri var, bir işin zehindilər yatan olurlar, axırda şapsız alıb satan olurlar. Çoxca hər şeyi dərindən xırdalayıb, onun xırdalığına gedəndə, görsən, fikirləşdiyin, ondan istifadə edəcəklərindən edə bilmək. Ben bunu deyirəm, o Nizamın sözdə, bir iki zehindilər yatan olurlar, axırda şaxsız alıb satan olurlar. Çoxsa hər şeyi durub dərindən xırdalamaq, onun dəstuna getmək mənasızdır. İnsan güzəşdə getməlidir, bəzən səbir olmalı. Bəli, güzəşdə getməlisən. Güzəşdə getməyə səbir olmalı. Bəli, səbir. Həyat bizə o tələb edir ki, səbir. Səbirlə gərək həyatda yaşayarsan, olmasa yaşama olmaz. Kənddə də, El-Obada da Əsəd kişinin adı çəkiləndə hamı böyük hörmətlə yanaşır. Sağ olsunlar, Allah canınızı, hamınızı sağ eləsin. 90 yaşa qədər ömrünü elə bir şərəfli ömrü yaşamısan ki, bu günləri gənclərimiz də, bizim yaşlı nəsildə Əsəd kişinin adı gələndə, Əsəd kişinin adı hallananda böyük ehtiram, böyük hörmətlə yad edirlər. Ona görə ki, mən deyərdim ki, hər insana qismət olmur ki, 90 il yaşayasan, bu cür hörmət sahibi olasan, hamısı sevə, hamısı hörmətliyə. O da hörməti qazanmaq üçün, bu hörməti siz qazanmaq. Səbir olun ola. Atalarından məsəl var. Bir düşmanın birinə qalib gəlməmiş, arı sözlə minin atılmağın nə xeyri var? Bu şeyə sənin gücün çatmır. Qalib gələ bilmirsən. İstəyimən zəhər-zəhərdə danışqına, o dəqiq nə xeyri var? Xeyir yox. Şeirə, sənətə, oxuya. Ölüm sinə, bir başqa adamı da, məsələn, bəli. Həqiqətən də ruhu gözəl, qəlbində şeirə, poeziya... Mən yazmışam, atmışam qalın, falan atırım qalın öldürəcəm şimdi. Bunu uşaqlar götürüb buradan, quş yuvardan çıxdı getdilər. Sözlər, elədir, çıxdı ağzımdan gedir. Mənə danışmamışlar, sözümü xaziyinmişlər. Ağzımdan çıxdı, oldu qolu. Öyle diyor, bu belə görə gəlmişik. Bu günləri orta nəsildə sizin gedədiyiniz yolu biz gedə bilmirik. Çünki sizin bizə göstərdiyiniz hörmətli qayğını biz yeni ehtimallərlə gənclərimizə verə bilmirik. Yəni, o hörməti eləyə bilmirik bəlkə də. Ona görə mən həqiqətən gözəl balam, arzum budur, böyüyəsən, zamaniyə xeyir verib, tarixlərdə güləsən. Əsəd, belə arzuları çoxlar edib sənin tək. Yalvarıram hüzurunda, hirslənməsən ey fələk. Fələyin əlində. Sağlıq versin. Həqiqətən də bizim üçün çox xoş oldu ki, belə bir ağsaqqalımızın böyüklərini, nəsihətini dinlədik, tövsiyələrini dinlədik. Allah bizi ağsaqqalsız eləməsin yurdumuzda, vətənimizdə. Çox sağ ol. Allah ömür versin. Xoş oldu bizə. Həqiqətən də gəlmişəm bu yaşımızda. Təşəkkür edirəm. Çox sağ ol məsələmə. Allah ömür versin. Təşəkkür edirəm. Çox sağ olun. Bütün tamaşaçılara təşəkkür edirəm. Var olun.